Ay mənim eşi bənzəri olmayan Azərbaycan xalqım. Mən həmişə deyirdim ki, bu ateistlər nəylə qidalanır ki? Bunlar çox rahatlıqla Allah yoxdur deyirlər. Sonra bu video karşıma çıktı. Kendi dışkımı yedim. Hatta onun dışında ineklerinkini de tattım. Dağ keçilerininkini de tattım. Özellikle insan dışkısı acıydı. Bu bir Bu biyolog Celal Şengül'ün həmin o dırnaq arası sevik Məqsəd Bağırov buna hoca deyil. Buna alim qəbul edir. İzləyin. Azərbaycanın Celal Şəngörü ola biləcəyimisiz? Celal Şengör'ün ateistliğinden əlavə dünyada bilinen və sayılıb seçilən geologdur. Bu adam elm adamdır və illərini verdiyi bir ixtisas var. Ümumiyyətlə bunların qeyrəti də yox imiş. İzləyin. Şimdi benim bir kızım olaydı. Flört edeydi, bilmem ne yapaydı. Bir adamla yataydı. Yani söyleyebileceğim tek şey, aman dikkat et herifin başka bir hastalığı olmasın. Bunlara söylerdim. Yani sen namus, böyle kavramlarım yok benim ya. Kızının gidip başka bir erkekle arkadaşlık edip yatıp kalkması. Senin namusuna nasıl dokunuyor? Bu namus nedir ya? Ben bunu anlayamıyorum. Sonra bunu Yahudiliklə ittiham eləyirlər. Cavabına baxın. Adam deyir ki, İsrail tərəfindən maliyyələşirsiniz və belə deyək, İsrailin adamısınız. Bu suala nə cavab verərdiniz? Bu suala tek bir cümleyle cevap verirdim. Eğer İsrail Azerbaycan'daki rasyonalizmi ve ilmi destekleyirse ne güzel. İsrail Azerbaycan'daki rasyonalizmi ve ilmi destekleyirse ne güzel. yəni demir ki, mən Yahudi deyiləm. Deyir ki, nə gözəl. İkinci, bunun bu şəklinə baxın. Başı o formanı alıb, bildiniz də, araçılım formasını. Bunların hamısının əvvəlki videolarda demişəm. Sağ göz, sağdan musallat olan şeytanın əlamətləridir. İmansızlıqla gəlir. İlduzm inancında, Yahudilikdə misyonerlik yoxdur. Heç bir Yahudi səni Tövrata inanmağa, İlduzmə iman gətirməyə çağırmaz. Mən 2016-cı ildən TikTok'dayam. Və məni heç kim izləmir. Bəyənmirlər də. Necə olur ki, 2 günə çıxır, 3000, 4000 izləyicisi olur. Yok bir dakika. Bildim de Yahudiler bu Azerbaycan'da pul kusuluğun Yahudiler var. Sen soğuksulatsındı. Və qoluna qurd şəkli vuraraq Türkəm deyir, amma bu millət təhqir eləyir. Mən bozqurtları çox görmüşəm.